Deməli belə funksiyalar dərsindən biz nələri keçəcəyik bu günləri, nələri izah edəcəm. Xətti funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyəti haqqında danışacağım, amma ona qədər istəyirəm ki, bir balaca funksiyaları təkrar eləyim. Ümumiyyətlə funksiya nə deməkdir? Funksiya y bərabərdir fx şəklində ifadə olunur. Funksiya nə deməkdir? Funksiya asılılıq deməkdir. Y dəyişəninin x dəyişəninin asıllığıdır əslində. Sadəcə o funksiyanın tərifində belə bir şey deyilir ki, əgər x çoxluğundan hər bir x elementinə y çoxluğunun yeganə y elementi qarşı qoyulursa, bu funksiya olacaq. Yəni, bu qayda funksiyanın ifadə eləyir, tam olaraq ifadə eləyir. Demişdik ki, x oradan sərbəst dəyişən, yəni asılı olmayan dəyişən, y aslı dəyişəndir. Nədən aslıdır? Sözsüz ki, x-dən aslıdır. Bunlar demişik. Sonra funksiyanın verilmə qaydasını demişik. Düsturu verilir funksiyanın. Məsəl üçün, tutaq ki, belə bir şey deyək də. Y bərabərdir. Məsəl üçün, 2x funksiyası. Bu funksiyanın düsturudur. Və yaxud da ki, y bərabərdir. -5x funksiyası. Bu da eləsicə. Y bərabərdir. 2x üstəgəl 1 funksiyası. Məsəl üçün, bu funksiyanın artıq düsturudur. Bu funksiyaların qrafikini qurmaq, bacarmaq lazımdır, mütləq lazımdır. Qrafik qurmaq üçün birinci növbədə qiymət cədvəli yaratmaq lazımdır, qiymət cədvəli vermək lazımdır. Y bərabərdir, 2x üstəgəl 1 funksiyası üçün qiymət cədvəli quracam birinci. Ondan sonra 5 qiymət verəcəm cəmcimə. X-a 5 qiymət verəcəm. Əslində 5 dənə qiymət elə kifayətdir ki, funksiya tam olaraq ifadə olunsun. Qiymət cədvəli bu şəkildə verilir. Bəzən yumru şəkildə də çəkilir. Yəni, eyni şeydir və yaxud da ki, bunu belə deyək, uzununa da ifadə eləyirlər. X-a 0 verək, 1 verək, 2 verək, -1 verək, -2 verək. Ən yaxın qiymətləri götürürük də. Deməli, x-a 0 verəndə 2-ni 0-a vururam, üstünə 1 gəlirəm, 1 alınır. 1 verəndə 2-ni 1-ə vurub, üstünə 1 gəlirəm, 3 alınır. 2 verirəm, 2-ni 2-yə vururam, üstünə 1 gəlirəm, eləyir 5. -1-ə vururam, 2-ni -1-ə vuranda -2 üstünə 1 gəlirəm, eləyir -1. Və -2 verirəm, 2-ni -2-yə vuranda -4 üstünə 1 gələndə -3 alınır. Bu olur bizim qiymət cədvəlimiz. Qiymət cədvəli qurandan sonra artıq koordinat sistemi üzərində rahatca funksiyanın həmin bu nöqtələri köçürdürük koordinat sisteminə. Sonra da artıq bizim qrafikimiz alınır. Funksiyanın qrafiki alınır. Deməli, 0 da alır. 1 nöqtəsi, 1-i qeyd edirik. 1-də 3 alır. 1-də 2, 3. 1-lə 3-ün kəsişməsini qeyd edirik bu nöqtəni. 2-də alır 5. 2-də 4, 5. Məcburiyyətdən yerləşsin deyə, yəni biraz bu iki vahid arasındakı məsafəni balaca götürmüşəm, amma burada böyük götürmüşəm. O əslində düz bir şey deyil. Yəni, eyni məsafə olmalıdır. Amma uşaqlar damalı dəftərdən istifadə edirdi. Yəni, bir damaya bir vahid deyəndə hər şey düz alınır. Sonra -1-də -1 qiymət alır və -2-də -3 qiymət alır. Deməli, bunların kəsişmə nöqtəsini götürürəm. Demək, belə bir düz xətt alınır bizə. Biraz məndə əyri alındı, sırf ona görədir. Yəni, damalı dəftərdən istifadə eləməmişəm, ona görədir. Bu bizim funksiyanın qurulmasıdır, yəni qrafik qurduq. Sonra yada salaq, bəzi nələri yada salmaq lazımdır.
X-ə arqument deyilir, Y-ə funksiya deyilir. Yəni bizim sərbəst dəyişənimiz X-dır, arqumentdir. Aslı dəyişənimiz Y-dir, funksiyadır. Sonra bəzi şeylər deməliyik ki, belə deyək də, uşağın xatırlatma kimi. Sonra xətti funksiyalar haqqında danışaq bir balaca. Xətti funksiyaların qrafiki düz xətt alınır hər zaman. Elə bayaqları bizim qurduğumuz qrafik özü də elə düz xətt olduğuna görə o da xətti funksiyadır. Xətti funksiyalar biz keçmişdən y bərabərdir kx üstə gəl b şəklində yazırdıq. İndiki kitablarda ax üstə gəl b şəklində verilir. Eyni şeydir nəticədə. Heç bir fərqi yoxdur bunların. Burada belə deyək. Burada a və yaxud x birinin üzərində göstərim də a bunun üzərində göstərim. Burada a bucaq əmsalıdır. Bucaq əmsalı. Biraz izahı daha uzundur bunun. B isə sərbəst əmsaldır sadəcə olaraq. Sərbəst əmsal. Amma belə dərinliyinə qalanda bu funksiya üzərində göstərmək olar. Bu funksiya üzərində deyərik ki, A-nın qiyməti, bucaq əmsalı dediyimiz A-nın qiyməti, bu funksiyanın qrafikinin OX oxunun, bu OX oxudur da, OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq əmsalıdır. Burada bucaq əmələ gəlir. İndi hal-hazırda iti bucaq əmələ gəlib. O bucaq əmsalıdır. Bu isə B nöqtəsi isə, B sərbəst əmsal dedik ya, o funksiyanın qrafikinin OY oxu ilə kəsmə nöqtəsidir. Bu şəkildə deyirik. İndi belə bir şey deyək, həmişə bucaq əmsalı müsbət olmur, mənfi də ola bilər. O da nədən irəli gəlir? Əgərləri funksiyanın qrafiki, burada bir sxematik olaraq qrafik quracağım. Burada görürsünüzsə iti bucaq əmələ gəlib. Burada iti bucaq əmələ gəlib. Əgərləri bu bucaq iti bucaqdırsa, onda A müsbət olur. Əgər funksiyanın qrafiki OX oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətiribsə, burada görürsünüz kör bucaqdır. Deməli, A mənfi olacaq. Yəni, bucaq iti olanda A müsbət, bucaq kör olanda isə A mənfi olacaq. Sonra burada nə demək olar? Deməli, nədən danışa bilərik? Sonra burada bir xatırlatma da var. Xatırlatmalardan biri odur ki, məsəl üçün demişik də ötən dərslərdə mütləq OX oxu ilə kəsmə nöqtəsində OX oxu ilə kəsişdikdə Y həmişə 0 olur. OY oxu ilə kəsişdikdə isə, yəni funksiyanın qrafikindən gedir də söhbət, kəsişdikdə X 0 olur. Deməli, elə çıxır ki, əgərləri hər hansı bir funksiyanın, məsəl üçün, qiymət cədvəlini qurmuşamsa, onun X-nin qiyməti 0-dırsa, həmin nöqtə OY oxu üzərində olacaq. Y-i 0-dırsa, həmin nöqtə OX oxu üzərində olacaq. Yəni, avtomatik belə bir şey alınır. Hələ ki, bu qədər. Daha dərin danışacağım.